Herkese salam, yeni bir derse hoş gelmişsiniz. Bugün size sözcükler mövzusunun davamı olarak mənaca modal preposisyonun, yəni tərzi hərəkət bildirən sözcüklərini izah edirəm. Dərsə keçməzdən əvvəl kiçik xatırlatma etmək istəyirəm ki, əgər sözcüklər mövzusu barəsində heç bir məlumatınız yoxdursa, o zaman sözcüklər mövzusunun birinci dərsindən izləməyinizi tövsiyə edirəm. Yox, sözcüklər haqqında yetəri qədər məlumatınız varsa, o zaman bəli, məna növlərini rahatlıqla öyrənə bilərsiniz. Deməli, keçən dərslərimizdə biz lokal preposisyonun, temporal preposisyonun, yəni yer-məkan bildirən sözcüklər, zaman mənalı, zamanı bildirən sözcüklər, bu gün isə modal preposisyonun, yəni tərzi hərəkət bildirən sözcüklərini öyrənirik. Tərzi hərəkət bildirən sözcüklər wie, necə, woraus, nədən, wofür, nə üçün suallarından birinə cavab verir və tez-tez istifadə olunan modal preposisyonlar aşağıdakılardır. Dativ, yönlük halını tələb edən sözcüklərdən mit, zu, aus, per, entsprechend, samt, gemäß, laut. Akusativ təsirlik halından tələb edən sözcüklər isə ohne, auf, durch. Cümlələr içərisində daha yaxşı başa düşəcəksiniz. Elə isə gəlin nümunələrə baxaq. Birinci sözcüyümüz mit ilə və ilə. Məsəl üçün, o ev işlərini həmişə həvəslə edir. Azərbaycan dilində olan bu cümlədə həvəslə. Biz bunu alman dilində ifadə etmək istəyiriksə, artıq mit sözündən istifadə etməliyik. Biz də bilirik ki, mit özündən sonra dativ yönlük halı tələb eləyir. Və bundan başqa isə nədir? Məna növü olaraq isə modal preposisyona aiddir. Sie macht die Hausarbeiten immer mit Lust. O, ev işlərini həmişə həvəslə edir. İkinci sözcüyümüz zu sözündür. Biz keçən dərslərimizdə misal üçün lokal preposisyonda öyrəndik ki, bu yer-məkan bildirən sözcüğüdür. Yanına, məktəbə, binanın yanına, anamın yanına və s. Ancaq modal preposisyon olduqda isə bu daha çox ifadələr içərisində işlənir və onun elə də bir xüsusi mənası olmur. Gəlin nümunələrə baxaq. Məsəl üçün, ad günün mübarək. Bunu alman dilində necə deyirik? Alles Gute zum Geburtstag. Ad günün mübarək. Artıq buradakı zumun hər hansısa bir tərcüməsi yoxdur. İfadə içərisində istifadə olundu. Daha sonra ikinci, o marketə ayaqla getdi. Ayaqla getmə ifadəsi alman dilində zu Fuß gehen ilə ifadə olunur. Artıq buradakı zunun hər hansısa bir tərcüməsi yoxdur. Sadəcə olaraq ifadə içərisində istifadə olunur. Er ging in den Supermarkt zu Fuß. O marketə ayaqla getdi. Deməli, nə oldu? Zu tərcümə olunmadı və məna növü olaraq modal preposisyona aid oldu. Üçüncü sözcüyümüz aus. Biz bilirik ki, bu dan kimi istifadə olunur. Amma modal preposisyonda isə materialda istifadə olunan ausdan söhbət gedir. Məsəl üçün, mənim köynəyim məxmərdəndir. Meine Bluse ist aus Samt. Artıq buradakı aus Samt məxmərdəndir. Məna növü olaraq sözcüklərin modal preposisyona aid olur. Daha sonra dördüncü sözcüyümüz per ilə vasitəsilə deməkdir. Məsəl üçün, o kitablarımı mənə poçla göndərdi. Poçla per post şəklində deməliyik. Er hat mir meine Bücher per post geschickt. O kitablarımı mənə poçla göndərdi. Beşinci sözcüyümüz isə gemäß oder entsprechend. Hər ikisi uyğun olaraq, münasib olaraq və yaxud da görə kimi tərcümə olunur. Gemäß əksər hallarda isimdən sonra gəlir. Axı biz bilirik ki, sözcüklər aid olduğu sözün önündə gəlir. Ancaq bəzən istisna durumlar olur ki, ismin əvvəlində deyil, aid olduğu sözün önündə deyil, aid olduğu sözdən sonra gəlir. Məsəl üçün, insanlar həmişə öz arzularına görə yaşamalıdırlar.
Artıq biz burada arzularına görə Alman dilində ifadə etmək istəyiriksə, ya gemesdən, ya da entsprechenddən istifadə etməliyik. Gəlin baxaq hər ikisinə. Die Menschen sollen immer ihren Wunsch gemäß leben. İnsanlar həmişə öz arzularına görə yaşamalılar. Arzularına görə ihren Wunsch gemäß. Gördünüz, gemäß aid olduğu söz nədir? Arzularına. Ihren Wunsch. Aid olduğu söz budur və ondan sonra gəldi. Ancaq entsprechend ilə desək, die Menschen sollen immer entsprechend ihren Wunsch leben. Gördünüz, aid olduğu söz ihren Wunsch'dur və ondan əvvəl gəldi. Entsprechend ihren Wunsch. Sonuncu isə samt birlikdə deməkdir. Məsəl üçün, ev bütün əşyaları ilə birlikdə satıldı. Əşyaları ilə birlikdə samt allen Sachen. Belə ifadə etməliyik və deyirik ki, das Haus wurde samt allen Sachen verkauft. Ev bütün əşyaları ilə birlikdə satıldı. Daha sonra keçirik növbəti akusativ təsirlik halını tələb edən sözünlər. Məsəl üçün, auf hərəkətin tərsini göstərir. O nəzakətli şəkildə cavab verdi. Nəzakətli, auf höfliche. Deyirik ki, antwortete auf höfliche Weise. Zum Beispiel, wie antwortete O necə cavab verdi? Nə cür cavab verdi? Antwortete auf höfliche Weise. O nəzakətli şəkildə cavab verdi. Artıq buradakı auf höfliche məna növü olaraq modal prepozisyona aiddir. İkinci sözünümüz durch ilə lalədir. Bir də ki, indi bu artıq budaq cümləyə aiddir. Araq, ərək kimi də tərcümə oluna bilər. Məsəl üçün, Alman dilində daha sürətli necə danışmaq olar? Wie kann man auf Deutsch schneller sprechen? Deyir ki, dinləyərək, dinləmə ilə. Durchhören. Artıq buradakı durch modal prepozisyondur. Sonuncu, ohne biz bilirik ki, sözsüz kimi tərcümə olur. Nəsə olmadan, köməyin olmasaydı biz bu imtahanlardan keçə bilməyəcəkdik. Ohne deine Hilfe hätten wir diese Prüfungen nicht bestanden. Gördünüz? Ohne deine Hilfe. Köməyin olmasaydı. Deməli, dativ və akusativ, yəni yönlük və təsirlik halını tələb edən bu sözünlərin hər biri məna növü olaraq aiddir modal prepozisyonlara, yəni tərzi hərəkət bildirən sözünlər. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.